Qızmar günəşin altında parlayan qızıl heykəllər, boş küçələrdə hökm sürən səssizlik və dünyadan təcrid olunmuş bir rejim. Bu video ilə birlikdə sizə təkcə coğrafi yox, siyasi və mədəni baxımdan da nadir bir ölkənin qapılarını aralayacağıq. Hazırsınızsa, gəlin birlikdə Türkmenistanın bilinməyən dünyasına səyahət edək. Türkmenistan, Orta Asiyada yerləşən bu ölkə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Şimali Kipr Türk Cumhuriyyəti, Özbəkistan və Türkiyə ilə birlikdə bugün mövcud olan 7 müstəqil türk dövlətindən biridir. Eyni zamanda dünyada təbii qaz ehtiyatlarına malik olan ən böyük 4-cü ölkə sayılır. Bu baxımdan dünya qaz ehtiyatlarının təxminən 12%-i Türkmenistan ərazisində yerləşir. Yəni Türkmenistan da Azərbaycan kimi olduqca zəngin yeraltı sərvətlərə malik bir dövlətdir. Buradan belə nəticə çıxarmaq olar ki, ölkənin iqtisadiyyatı əsasən təbii qaz istehsalı üzərində qurulub. Təbii qazdakı bu bolluq 2019-cu ilə qədər vətəndaşlara da fayda verirdi və xalq təbii qazdan, elektrikdən və sudan pulsuz istifadə edirdi. 1991-ci ildə Türkmenistan müstəqilliyini elan etdikdən sonra paytaxt Aşqabad ağ mərmər şəhər olaraq tanındı və ölkənin ən böyük şəhərinə çevrildi. Dövlət Xəzər dənizinin kənarında yerləşir və İran, Özbəkistan, Qazaxıstan kimi ölkələrlə qonşudur. Ölkə əhalisinin təxminən 93%-ni müsəlmanlar təşkil edir. Əgər bu ölkəyə səyahət məqsədi ilə getmək istəyirsinizsə, qış fəslini tövsiyə etməzdim, çünki mənfi 25 dərəcəyə qədər şaxtalar ola bilər. Digər tərəfdən yayda isə hava son dərəcə isti keçir, belə ki, temperatur 50 dərəcəyə qədər yüksələ bilər. Səyahət üçün ən ideal aylar isə yaz aylarıdır. Ölkə ərazisinin yalnız 17%-i otlaq, qalan hissəsi isə səhradır. Ora getdiyiniz zaman Qaraqum səhrasının ortasında yerləşən 30 metrlik dərinliyə malik olan Cəhənnəm qapısını mütləq görməyinizi və Ağlar şəhəri Aşqabadı hər incəliyinə qədər gəzməyinizi tövsiyə edirəm. Mədəni baxımdan isə keçmişdə Türkmən xalqının köçəri həyat tərzi bu gün də onların dilinə və gündəlik həyatına təsir göstərməkdədir. Məsələn, at sürmə idman növlərində olduqca uğurludular. Həmçinin dünyanın ən gözəl və keyfiyyətli atlarına sahibdilər. Bu baxımdan hər il çoxlu insan dağ ətəklərində at sürmək üçün Türkmenistana gəlir. Eyni zamanda bu ölkəyə onun milli yeməklərini dadmaq üçün gələnlər də olur. Orta Asiya ölkələrinin əksəriyyətində olduğu kimi, Türkmenistanın da mətbəx mədəniyyəti köçəri bozqır həyat tərzinə əsaslanır. Türkmənlərin yemək-içmək mədəniyyətində çörək olduqca əhəmiyyətlidir. Mayalı və maya istifadə olunmadan hazırlanan müxtəlif növ çörəkləri məşhurdur. Çörəkləri isə təndirdə bişirirlər. Bundan əlavə, Azərbaycanda və Türkiyədə olduğu kimi onlar da düyü və ət əsaslı yeməkləri çox sevirlər. Qonaqlara çay təklif edirlər və yeməklərini saçaq adlanan döşəmə süfrəsində yeyirlər. Elə bir ənənələri də var ki, yeməyə əvvəlcə evin kişisi başlayır və süfrədən erkən qalxmaq üçün oradakı ən yaşlı şəxsdən icazə alınır. Türkmenistan vətəndaşları üçün ölkədə həyat hər nə qədər rahat görünsə də, xarici ziyarətçilər üçün vəziyyət eyni deyil. Siyasi mövqeyinə görə öz daxilində yaşamağı üstün tutan Türkmenistan ölkəyə gələn turistlərə də bir sıra qaydalar tətbiq edir. Aşqabadda foto çəkmək, açıq havada spirtli içki və siqaretdən istifadə etmək, gecə saat 11-dən sonra küçəyə çıxmaq bu ölkədə qadağandır. Əgər təsadüfən prezident sarayını çəkərkən tutulursunuzsa, onlar təkcə şəkili sildirməklə kifayətlənmirlər, həm də cərimə tətbiq edirlər. Bir yerdən digər yerə getmək üçün rahatlıqla yoldan keçən maşınlara işarə verə bilərsiniz. Çünki demək olar ki, hamısı dayanır. Yəni, şəxsi avtomobili olan vətəndaşlar əlavə gəlir əldə etmək üçün turistlərə taksi xidməti göstərə bilirlər. Əgər siz danışmasaz sizi narahat etmirlər. Yol haqqı isə 5 ilə 20 manat arasında dəyişir. Türkmenistanla bağlı başqa maraqlı bir məqam isə qadınların fərqli baş örtüsü taxma tərzidir. Qadınlar ailə vəziyyətinə uyğun baş örtüsü taxırlar. Əgər evlidirlərsə yaylıq, subaydılarsa takki adlanan papaq taxırlar. Xüsusilə gənc qızlar bir-birindən bəzəkli və rəngarəng takkilər taxırlar. Yəni görsəniz təəccüblənməyin. Saçlarını isə adətən iki yandan hörürlər. Türkmenistanı turistik tərəflərdən tanıdıq. İndi isə gəlin biraz tarixindən və oradakı həyat tərzindən danışaq. Məlum olduğu kimi Azərbaycan, Türkmenistan və daha bir çox ölkə vaxtilə Sovet İttifaqının hakimiyyəti altındaydı.
Bu kimi ölkələr 70 ildən artıq SSR tərəfindən idarə olunub və təbii resursları istismar edilib. O dövrlərdə Qafqazın bu qədim xalqları böyük təzyiq altında idi və azad şəkildə yaşaya bilmirdilər. 1985-ci ildən sonra Niyazovun rəhbərlik etdiyi Türkmənistan Komünist Partiyası SSR-nin Türkmənistanı yoxsullaşdırdığını bildirərək ölkəyə yeni bir ümid gətirdi. Həmçinin türkmənlər iqtisadi sahədə olduğu kimi dil baxımından da rus dilinin kölgəsində qalırdı. Niyazovun təşəbbüsü ilə türkmən dili ölkənin rəsmi dili elan edildi. Bu kimi mühüm addımlar Niyazovu xalq qəhrəmanına çevirdi və Sovet İttifaqının dağılmasından sonra Türkmənistanın prezidentliyinə layiq görüldü. Bura qədər hər şey normal görünür, lakin sonrakı prosesdə Niyazov özünü türkmənbaşı elan etdi və idarəni əbədi olaraq əlində saxladığını bildirdi. Ruhnamə adlı bir kitab yazdı və xalqa müraciət edərkən bu kitabdan parçalar oxuyurdu. Kitabın türkmən xalqı üçün bolluq və bərəkət gətirəcəyini, oxuyanlara şəfa verəcəyini iddia edirdi. Həmçinin ruhnamə məktəblərdə məcburi dərs vəsaiti kimi tədris olunurdu. Niyazov bununla kifayətlənməyib. Yanvar ayının adını Türkmənbaşı, aprel ayının adını isə anasının adı ilə əvəz edib. Ölkədə Niyazovun anasına aid bir çox heykələ rast gəlmək mümkündür. 2006-cı ilə qədər bir çox radikal qərarlar verən Niyazov həmin il vəfat edib və yerinə Qurbanqulu Berdiməhəmmədov keçib. 2022-ci ildə isə onun oğlu Sərdar Berdiməhəmmədov onu əvəzləyib. Türkmənistanda iş imkanları çox məhduddur. Əhalinin böyük hissəsi iş tapa bilmədiklərini bildirir. Bir çox vətəndaş iş ümidi ilə xarici ölkələrə miqrasiya edir. Eyni zamanda hazırki idarəçiliyin çox avtoritar olduğunu və bundan narazı olduqlarını bildirirlər. Çünki hökumətin insanların şəxsi həyatına belə müdaxilə etdiyini və azadlıqları məhdudlaşdırdığını deyirlər. Türkmənistan xalqı ifadə və mətbuat azadlığının olmadığını, internetin ciddi şəkildə senzura olunduğunu və orada bir növ həbsxana həyatının yaşandığını iddia edir. Məsələn, qadınların saç rənginə qədər müdaxilə olunduğu, avtomobillərin isə əsasən ağ rəngdə olması ilə bağlı qərarların verildiyi deyilir. Televiziyalarda yalnız bir neçə kanalın aktiv yayımlandığı, onların da yalnız hökumətin istəyi ilə məzmun hazırladığı qeyd olunur. Televiziya yayımlarında ölkə daxilində hər şeyin gül kimi olduğu, xalqın isə çox xoşbəxt yaşadığı göstərilir. Bunun məqsədinin isə ölkə daxilindəki gerçəklərin xaricə pis formada əks olunmasının qarşısını almaq olduğu düşünülür. İnsanlar bu kimi vəziyyətlərə qarşı hüquqlarını tələb etməyə çalışsalar da həll yolu tapa bilmirlər. Səslərini çıxardıqları zaman pis rəftara məruz qaldıqlarını və idarədən qorxduqlarını deyirlər. Hökumətə qarşı hərəkətlər etdikləri təqdirdə 25 ilədək həbsə atılmaqdan ehtiyat edirlər. Buna görə də ölkə daxilində heç kimin səsi çıxmır. Kağız üzərində demokratiya olduğu, seçkilərin şəffaf keçirildiyi, xalqın azad yaşadığı görüntüsü yaradılsa da, əsl vəziyyətin tamam fərqli olduğu deyilir. Hazırki rəhbərliyin seçkilərdə həmişə böyük səslə qalib gəldiyi, lakin əsl həqiqətin bu olmadığına inandıqları vurğulanır. Ölkədə çoxsaylı bəzəkli binalar və abidələr var və bu baxımdan xaricdən baxıldıqda olduqca cazibədar və möhtəşəm görünür. Lakin real həyat belə deyil. İnsanlar mənəvi olaraq tükənib və şəhərlərdə bir coşqu yoxdur. İdarə etmə formal olaraq respublika adlandırılsa da, ölkədə söz sahibi olan yalnız bir nəfər, prezidentdir. Ölkə ilə bağlı qərarlar birbaşa onun göstərişi ilə həyata keçirilir. Bu baxımdan demokratik ölkə kimi görülmür və avtoritar rejim hesab olunur. Xalqın xarici dünyadan təcrid olunduğu bu ölkədə insanlar çox aşağı maaşlarla işləyirlər. Müharibə olmasa da insanlar digər ölkələrə köçmək üçün mübarizə aparırlar. Ölkədə korrupsiya və rüşvətin geniş yayılmış olduğu iddia edilir. Xüsusilə polis və digər məmurların müxtəlif bəhanələrlə vətəndaşlardan daima rüşvət almağa çalışdığı deyilir. Türkmənistan haqqında daha danışılacaq çox məqam var. Əgər bu videoya yüksək bəyənmə və şərhlər gəlsə, bu ölkə haqqında daha geniş və detallı mövzulara toxuna bilərik. Bəs Azərbaycandan Türkmənistana necə səfər etmək olar? Son olaraq buna nəzər salaq ki, viza, tələblər və xərclər nələrdən ibarətdir? Azərbaycan vətəndaşları Türkmənistana səfər etmək üçün viza almalıdırlar. Türkmənistandakı tanışınız və ya rəsmi təşkilat sizə dəvət məktubu göndərərsə, bu viza alma prosesini asanlaşdırır. Gedərkən bu 3 məqama xüsusi diqqət edin. Türkmənistana giriş zamanı sərhəddə müəyyən yoxlamalar və sənəd kontrolu ciddi aparılır.
viza ilə daxil olduqda gedəcəyiniz ünvanı və qalacağınız yeri əvvəlcədən bəyan etməyiniz tövsiyə olunur. Ölkədə internet və sosial media istifadəsi məhduddur. Bəzi saytlar bloklana bilər. Planınızı buna uyğun qurmağınız tövsiyə olunur. Azərbaycandan da birbaşa uçuşlar mövcuddur və ortalama 500 manata bir tərəfli gediş başa gəlir. Belə, video haqqında fikirlərinizi və məndən hansı ölkələrdən danışmağımı istədiyinizi şərh bölməsində paylaşmağı unutmayın. Dünyanı birlikdə kəşf edəcəyik. Bu səbəbdən yeni videolarımı qaçırmamaq üçün kanalıma abunə olun. Növbəti videoda görüşənədək sağ olun.